Salam əziz əbcəklər. Bugünkü imtahanın gələn izahlarına baxaq. Deməli, başlayalım 7-ci sualla. Choose the correct preposition for both sentences. Əgər 2 Mart 2025-ci il videomu izləməsinizsə, oradan da təxminlər bölümü təxmin etmişdim ki, ola bilsin ki, proud of, afraid of, depend on, yəni bunlardan hər hansı biri düşsün demişdim, yəni listen to və yaxud da xoşbəxtlikdən onlardan ikisi də düşüb, proud of və afraid of, yəni birdə olacaq cavabımız C variantı. Choose the pair of plural nouns. Aha, cəm isimləri istəyir bizdən. Bu da çox sadə sualdır. Women və trousers cəmdir. A variantı. Correct option istəyir bizdən. Our children go to school by bus. Deməli, bu cümləni uşaqlıqdan yəqin ki, eşitməmiş olmazsınız. Go to school. Burada artıq boşluq olacağını təxmin etmişsinizsə, A, B variantları, D variantları çıxacaq. C və Y arasında qalacaqsınız. By bus. By ilə da əgər vasitəsilə mənasını verirsə, heç bir sözün nəqliyyatla istifadə olunursa, sözün istifadə etmirdi. Bu da olur boşluq, olur Y variantı. Onuncu sualda choose the correct exclamatory sentences. Nida cümlələrini istəyir bizdən. What an amazing places cəm olduğu üçün ən olmaz bir səhvdir. What an amazing place, bu doğrudur. It is, bu tərəfdə doğrudur deyə ikini götürürəm. Yəni mən whatla başlayan cümlədə isim, əvəzlik və xəbər olmalıdır. Yəni ismin tək cəm sayılan sayılmadığına artıq diqqət edirsiniz. How amazing places are they? Birinci zəyər olmalıydı. Həm də ki, amazing ilə places arasında bir təyin edici ya Z, ya Y, ya vəzi nəsə girməliydi. Ona görə 3 səhvdir. How amazing the place is? Bu doğrudur. 4-ü götürürəm. How amazing the place və yaxud da this place, his place, his place nəsə bir şey olmalıydı burada. Ona görə 5 də səhvdir. Qalır 2 ilə 4. D variantı. Okay. Donate. To give something especially money, give something especially money to people in need. İhtiyaç olan kiməsə pul vermək, iyan etmək. B variantı. Value, dəyərləndirmək. Think that somebody or something is important, dəyərli olduğunu düşünmək. C. Defend üçün müdafiə etmək. Protect somebody or something against attack. A variantı. Okay, 1B, 2C, 3A. Bu da olur 1B, 2C, 3A, Y variantı. Choose the correct interrogative sentence. Düzgün sual cümlesini seçin. How many pieces of furniture did they buy? Baxıram. How many pieces of furniture mənim sual sözümdür. Bura qədər doğrudur. Did köməkçi feilim, Z mübtədan və buy xəbərim. Biri götürürəm. How many pieces of furniture were bought? Bu da doğrudur uşaqlar. Köməkçi feilin əsas feilin yanaşı işləməsi sizi çaşdırmasın. Burada məhsulda olduğu üçün nə qədər nəbəl alındı mənasını verdiyinə görə 2 də doğrudur. How many pieces of furniture bought say? Bu da köməkçi feil yoxdur deyə bought birbaşa ola bilməz bir çıxıram. How many pieces of furniture they bought? Yenə də burada şəxsə belə gəlir, köməkçi də yoxdur. Bunu da çıxıram. Qalır 1 ilə 2. A variantı. Passive voice istəyir bizdən. How do you make vanilla ice cream? How yerində qalacaq. Do indiki zaman olduğu üçün. Ha'dan sonra vanilla gələ bilməz. B-ni çıxıram. How is vanilla ice cream? Is ilə 1000 olmaz. C-ni çıxıram. Do indiki zaman olduğu üçün was ola bilməz. D-ni çıxıram. A və Y arasında qalıram. Üzülü sayın. Əvvəlki videoda cavablar deyərkən texniki bir səhv olub. Yəni diqqət etməmişəm. Vanilla ice cream təkli olduğu üçün tamamlığımız. Xəbərimiz izlə olmalıydı. Arla yox. Ona görə də Y variantı qalır. How is vanilla ice cream made? Y variantı. Make up a sentence. The boys have been playing. Təsdir cümləsi olduğu hər halından bəllidir. Çünki feil yanaşı verilir köməkçilər əsasda. Have been playing. Tennis tamamlığı verməliyəm. At the stadium for 2 hours. 4, 5, 1, 6, 3, 2. Sonda zərfliyi istifadə edərkən yer zərfliyi, sonra zaman zərfliyi gəlməlidir deyə bu ardıcılıqla qoyuram. As his English is excellent, he bu modal feil olduğu üçün has to olmalıydı. A səhvdir. Will be able to find, bu doğrudur. Doesn't have'in to'su yoxdur. Həm də yes to'su yoxdur. C-ni çıxıram. Hasn't to arasında söz girməz. D-ni çıxıram. Won't table'ın da to'su yoxdur. Bunu da çıxıram. Qalır B variantı. Today the weather is fine, so the students are going for a walk.
Deməli, ona görə də uşaqlar gəzintiyə gedirlər. Zorla oldu ki, eyni mənanı verir deyə çıxır. Or və bat da məna cəhətdən uyğun gəlmədiyinə görə çıxacaq, qalır elə Z variantı. Choose the correct option. Her hair is as short as. Mən əsasən bilirəm ki, adi dərəcə olmalıdır. Heç bir şəkildə istifadə olunmamalıdır. S-lər, morlar çıxır. Həm də qrammatik cəhətdən səhvlərdir bunlar. Yəni, most short olmuş, shortest olmalıdır. More short olmaz. Shorter olmalıdır. Correct option yenə istəyir bizdən. We got two packages. Aha, 2 bağlama aldıq. And of them. Birincisi evindən of olmaz. B-ni çıxıram. No of olmur, yeni çıxıram. Xəbərimə baxıram. V cəm olduğuna görə one of-dan sonra cəmsim tək xəbər, ish of-dan sonra cəmsim tək xəbər, qalır elə boss of. Boss of. Cəmsim cəm xəbər, ümumiyyətlə bossun xəbəri həmişə cəm olur. My first day at work, yenə correct option istəyir. My first day at work was not very good. Aha, mənim işdəki ilk günüm yaxşı deyildi. I have made a lot of mistakes. Çoxlu səhvlər etdim. A little-da too much-da sayma ismindən gəlir. Few, very few, hər biri az mənasını verir. Yəni, orada günün pis keçibsə, yəqin ki, çoxlu səhvlərim olar. Yenə correct option. My friend and his cousin. Söhbət onlardan gedir, yəni say. Ona görə have been reading the same books for a week. Choose the correct option. Yəni, düzgün variantı seçin istəyir bizdən. No one expected. Aha, expected-dən artıq bilirəm ki, bu məndən kompleks object istəyir və 3-cü qrup verildi. Özündən sonra tulu məsələ istəyir. Olacaq to speak. No one expected the producer to speak about his plans. Choose the correct tense form. Aha, düzgün zaman formasını seçin. We, our friends, next Sunday, növbəti bazar günü, next-lə işlənənlər gələcək zamanı göstərdiyi üçün burada gələcək olacaq will meet D variantı. Qrammatika sualları bu qədər və mətnin suallarını da inşallah ki, növbəti dəfə paylaşacağım sizinlə. İzləmədə qalın və bizim kanalımıza abunə olaraq dəstək olmağı unutmayın.